Müəllim Nivada getmir ha, yəni Mitsubishi-də getmir. Tam elə bilir Nivada istifeci vurub qalsın Kəlbəcərə. Və getdim, qeyri-qanuni da olsa, keçdim o tərəfə. Bir o qədər də kövrəlirdim, pis olurdum ki, mən uşaqların yanında deyiləm. İgidlərimiz döyüşə gedir. Və baxdım ki, bitir o şey, artıq bitir. Hal-hazırda müşahidə hədəf görür. Səfərbərlik elan edəndə mən də Qəbələ şəhərində idim və oradan getdim komissarlıq deyək, komissarlıqda qeydiyyatdan keçdim, şəxsiyyət vəsiqəmi ki, mən də çağırsınlar. Döyüş başlayan günə qədər heç kim bilmirdi döyüş nə vaxt başlayacaq. Başlayan günü dedilər ki, döyüş başladı. Dedim, məni çağırmadılar, getməliyim. Və getdim, qeyri-qanuni da olsa, keçdim o tərəfə. Müəllim Nivada getmir ha, yəni Mitsubishi-də getmir. Tam elə bilir Nivada istifeci vurub qalsın Kəlbəcərə. Bizim şəhidlərimiz, qazilərimiz var. Allah rəhmət eləsin, Allah can sağlığı versin qazilərimizə və bizim igid mərd oğullarımız var döyüşdə. Elə oğullar var ki, onların adını, üzünü bilməyənlər var, görməyənlər var. Onlar da qıraqda heç vaxt döyüşləri haqqında danışmırlar. Onlar bir sirdirlər, qapalı bir sirdirlər, amma düşmənin anasını ağladan oğullar olub eləsinə. Və onlarla mən fəxr edirəm. Digər səfərbərlikdən gedən dostlarımızla, qardaşlarımızla da hamı vətən üçün bir oldu. Və ondakı əzmkarlıq, ondakı o zamanki fədakarlıq çox möhtəşəm idi də. Yəni onu gözümün qarşısına, sizlə danışırlar ki, gözümün qarşısına gətirirəm. Möhtəşəm bir hiss idi o. Düzdür, onda mənim başıma da bir işlər gəldi, həbs olunmaq vaxtından. Yəni qanunsuz işlərimə görə o tərəflərə, amma yenə sevinirdim. Yenə sevinirdim. Həbs olunmuşanda mən onsuzqalıqda kameradaydım. İnanın, hər gün orada məsələn insan var ki, orada onun üzüntü keçirir də. Mən hər gün orada sevinirdim. Niyə sevinirdim? Orada işləyən işçilər gəlib xəbər yayırdılar ki, gətirdilər ki, filan yeri aldıq, filan yeri aldıq, filan kəndi aldıq, filan. İnansız o qədər sevinirdim ki, amma bir o qədər də kövrəlirdim, pis olurdum ki, mən uşaqların yanında deyiləm. Hani o restoranlar. Hani o kafeler, lançlar. Əskər yeməyi hər şeydən dadlı olur. Əskər sütü. Həmin dövrün ən aktiv ictimai figurlarından olmuşsunuz. Bəli. Bəzi yaşadıqlarınız elə ictimaiyyət önündə baş verir. Bəs elə bir xatirəniz varmı ki, başqa da həmin o 44 günlük müharibə ərzində də bizimlə bölüşərdiniz? Bilirsiniz, mən bu günlərin bir neçə tədbirlərdə iştirak edəndə şəhid anaları mənə yaxınlaşıb. Mən bilməmişəm, tanımamışam. Hətta bir görüntü də var. Görüntü olmayan kadrlar da var həyatda belə anidən. Amma görüntü olaraq olan kadrlar var ki, məsələn, hansısa bir şadlıq sarayında bir şəhidimizin mövlududur. Hansı? Orada mən də iştirak edirəm, oturmuşam dostlarla və yaxud da qazilərdir, şəhid ataları, anaları, digər qıraqdan gələn dövlət rəsmiləri, digər kimlərsə şəhid anası mikrofonu götürür. Deyir ki, Kamil Zeynallığını gördüm burada mən. Bir dəqiqə oğlum, çağırardınız bura. Gedirəm ora şəhid anasının yanına. Deyir ki, ana ağlaya-ağlaya deyir ki, oğlum, mən sənə təşəkkür edirəm. Deyir, bir dənə sizə təşəkkür eləməyə özümə borc bilirəm. Deyirəm, niyə? Deyir, oğlumun son yeməyini, son suyunu sən vermisən. Kamil qardaşım, mənə bu fürsət əlimə düşmüşkən, mən istəyirəm buradan sənə öz təşəkkürümü bildirəm. Mənim oğlumun son yeməyini siz sandırmısınız. Elə bir hallar çox olub. Yəni, müharibə vaxtıdır, müharibədir. Orada əskər susuzda qalar, acda qalar. Çünki gedişat elədi ki, orada hər bir şey təhlükəlidir. Elə olmuşdu ki, bizim məsəl üçün əskərlərimiz bir neçə gün orada çətin vəziyyətdə qalmışdı. Mühasirə tipli bir formada qalmışdılar orada. Mühasirə deməyib, mühasirəyə oxşayan bir şey. Onların yanına bir 3 gün, 4 gün yemək çatdıra bilməmişdilər. Hətta gedən maşınlar da vurmuşdular. Oradan bir kimsə çıxmışdı gecə ilə. Maxı idi. Mən də Füzulidə idim, Alxanlı tərəfdə. Gəldi, mənim nömrəm tapıb yığmışdı ki, Kamil bəy, gəlmişik, sizlə təcili görüşməliyəm, Maxıyam falan yerdən gəlmişəm. Gəldi, görüşdüm, dedi ki, bizdə vəziyyət orada biraz vəziyyət ağırdır.
Maşınları yüklədi, dedim nə ilə gedəcək? Dedi, bir dənə 07 var. 07-ni dedim palçıqlayım, palçıqladılar 07-ni. Dallı qabaqlı doldurduq ərzaqları orada. Ev var idi, yuxarı Kür Mahmudlu kəndində bir ev var idi, yolun qırağında. Oranı sahibindən götürmüşdük. Bütün gələn yardımları hamısını oraya yığırdıq. Maşını verdi oraya, doldurduq, palçıqladıq maşını ki, maşınları palçıqlayan düşmən biraz onu görmək. Çünki torpağa uyğun rəng olur, quruyur ora. Getdik ikimiz. Maşının bağajını bağlamışıq iplə ki, çünki o çoturlara düşür, qalxır, bağaj zat qalxar, içindəkilər dağılar. Əlimin içi də tər basıb gəlirik, o vurulan maşınlar vardı, o uzaqdan düşmən görüb vurur ora, yüksəklikdən. Həmən o vurulan bizim maşınlar vardı, onların yanından keçdi içində. Bizim şəhidlərimiz də var idi, elə bir yer idi ki, ora getmək çox çətin idi də, çünki vururdular. İnanın ki, mən oradan keçəndə mən o maşının 07. Bir dənə Allaha yalvardım ki, ya Rəbbim, gedəndə vurmasınlar, aparım mən bunları çatdırım uşaqlara. Neçə gündür susuzdular, azdılar. Gələndə nə olur olsun, amma çatdırım bir dənə, inşallah. Ancaq elədim, dua o idi ürəyimdə, amma əlim tərləmişdi. Hətta özüm o şeyləri görəndə vurulan maşınları, yəni bilirdim ki, hər an vurula bilərik də, açıq gedirik, açıq düşmənin üstünə gedirik ki, orada bir təpənin aşağısındadır, bizimkilər çıxa bilmir. Getdik bir təhər ora çatdım. Çatdıq, onları verdik, uşaqlar sevindilər. Telefonların zaryadkaları yox idi neçə gün. Telefonu götürdülər. Yığdılar analarını, atalarını, yoldaşlarını. O telefonun başında ağlayanlar kim, burada kövrədən əskərlərimizdən vardı, onlar kim. Hamısı, yəni neçə gün xəbər yoxdur da heç kimdən. Yeməklərin, suların hamısını verdim. Sənin saatlarını alaram, hə. Qayıtdım, gəldiyimiz kimi də qayıtdıq. Allaha şükür bir şey olmadı. Sonra uşaqlar hücuma keçmişdilər, lazım olan yerləri götürmüşdülər və onların içində şəhid olanlardan var idi. Həmən günü mən powerbankları verəndə, yeməklərin, suların verəndə evlərinə zəng eləmişdilər. Kamil Zeynallı gəlib yanımızdadır, bizə yemək gətirir. Neçə gündə yeməyimiz, suyumuz yoxdur, telefonumuz, hər bir şeyi təmin elədi. Onlar analarına, valideynlərinə demişdilər ki, yəni neçə gündür bu idi də vəziyyətimiz. Kamil, dövlət nisbəsi hərbidən nə qədər cəhd ediblər, vurmuşlar, gözləyirlər, hər şeyin vaxtı zamanı vardı. Prosta biz icazəsiz, qanunsuz girmişdik yəni ora. Həmən o Maxenin göstərdiyi yolla. Sonradan artıq bildim ki, onlar sonra hücuma keçiblər, onların içində bir neçə nəfər şəhid olmuşdu, qazi olmuşdu. O şəhid olan bizim oğulların anaları məni harda görsələr, təşəkkürünü bildirirlər ki, düzdür, təşəkkürə ehtiyac yoxdur. Və bizim orada döyüşən igidlərimiz, mərd oğullar var idi ki, bu günlərim onların adını çox adam bilmir. Milyonlarla insan bilmir ki, bunlar düşmənin anasını ağladıblar. Bunlar düşmənə qan uddurublar. Elə oğullarımız var. Yəni yoxdur ortada nə adları, nə üzləri yoxdur. Amma bu günlərim dövlətə xidmətlərini davam edirlər. Çoxsunu mən tanıyıram, bir yerdəyəm. Bunların içində müxtəlif adları qazanmış, döyüş zamanı qazanmış həmən o igidlər var. Dövlət başçısı tərəfindən adlar verilib, süzayətliyinə görə, qəhrəmanlıqlarına görə. Yəni, bu gün elə bir oğullar var. Mən də ortada bir vasitəçi olmuşam. Oradan alıb gətirib bura vermişəm. Və yaxud da nəsə ortada bir-iki dəfə dəcəllik eləmişik, nə eləmişik. O da ki, içimizdən gələn bir hisslərdir, dövlətə, vətənə qarşı olan hisslərdir. O torpaqlarımızı qaytaran sizlər, Sujo Paxmaya gedən mən, axtarışa da verilən mən, başıma pul qoyulan da mən, ölməmi istənilən də mən. Çox böyük əsəb keçirdim. Hətta əsəbdən də ağladım. Qığılcım lazım idi. Onlar da görmüşlər, hamısı görmüşlər bu videonu. Onlar da partlamış vəziyyətdə. Ermənistana zəng gəlib Rusiyaya ki, biz axtarışa verdiyimiz adam sizin ölkədə rahatçılıqla gəzir. Da baxdım ki, bitir ucu. Artıq bitir. Tez yıxdım Azərselə. Onlara da jurnalist yox, jurnalist deyə bilərəm ancaq. TikTok bir şey yaxşıdır ki, insanların iç üzünü göstərir.